Oğlaq bürcü 1 aprel 2025-ci il Oğlaq bürcünün proqnozu. Bugün Oğlaq bürcünün nümayəndələri üçün enerjili və yaradıcı bir gündür. Gözlənilməz hadisələr və yeni imkanlar qarşısında qarşınıza çıxacaq, amma hər bir vəziyyəti məntiqlə dəyərləndirmək və planlı olmaq sizi məqsədlərinizə yaxınlaşdıracaq. Düşüncələrinizi toplamaq və əsas məsələlərə fokuslanmaq vacibdir. İş həyatında yeni layihələrə başlamaq və ya mövcud işlərdəki inkişafları izləmək faydalı olacaq. Komanda ilə əməkdaşlıq bugün böyük rol oynayacaq, amma şəxsi təşəbbüsləri də unutmayın. Yeniliklərə açıq olmaq və riskləri düzgün təhlil edərək addımlar atmaq sizə uğur gətirəcək. Şəxsi münasibətlərdə isə bugün yaxınlarınızla əlaqələrinizdə daha çox anlayış və dəstək görəcəksiniz. Ailə üzvləri və dostlarınızla münasibətləriniz möhkəmlənəcək. Eyni zamanda romantik əlaqələrdə ehtiyatlı olmağınız vacibdir. Səmimi və dürüst ünsiyyət emosional yaxınlığı artıracaq, amma qarşı tərəfin ehtiyaclarını da nəzərə almağa çalışın. Sağlamlıq baxımından bugün özünüzə diqqət yetirmək lazımdır. Fiziki fəaliyyət və istirahət arasında balansı tapmaq sağlamlığınız üçün əhəmiyyətlidir. Stressdən uzaq qalmaq üçün meditasiya və ya rahatlama üsullarını sınamaq faydalı ola bilər. Sosial həyatda yeni tanışlıqlar və maraqlı müzakirələr sizi gözləyir. Ancaq bugün diqqətli və səbirli olmağınız lazım olacaq. Ətrafınızdakı insanlarla əlaqələrinizi möhkəmləndirərək sosial mühitdə uğurlu anlar keçirə bilərsiniz. Ümumilikdə 1 aprel 2025-ci il Oğlaq bürcü üçün yeni başlanğıclar və inkişaf üçün müsbət bir gündür. Qətiyyətli yanaşma və məqsədlərinizə sadiq qalmaq sizə irəliləyiş gətirəcək. Dolça bürcü 1 aprel 2025-ci il Dolça bürcünün proqnozu. Bugün Dolça bürcünün nümayəndələri üçün yeni ideyalar və yaradıcı yanaşmalar ön planda olacaq. Sizi müxtəlif sahələrdə yeni fürsətlər gözləyir və intuisiya ilə doğru qərarlar vermək mümkündür. Hər şeyə geniş bir perspektivlə yanaşmaq sizə üstünlük verəcək. İş həyatında mövcud layihələrdə və ya yeni təşəbbüslərdə irəliləyiş gözlənilir. Yaradıcı düşüncələriniz və qeyri-adi yanaşmalarınızla diqqət çəkəcəksiniz. Əgər yeni bir işə başlamaq və ya əhəmiyyətli bir addım atmaq istəyirsinizsə, bugün çox uyğun bir vaxtdır. Eyni zamanda komanda ilə işləyərkən kollektiv fikirləri dinləmək faydalı olacaq. Münasibətlərdə yaxınlarınızla ünsiyyətdə səmimi və açıq olmaq vacibdir. Bugün münasibətlərdə qarşılıqlı anlayış və güvən ön plana çıxacaq. Ailə üzvlərinizlə və dostlarınızla olan əlaqələrinizdə müsbət dəyişikliklər yaşaya bilərsiniz. Romantik münasibətlərdə isə ehtiyatlı və diqqətli olmağınız münasibətlərin daha sağlam inkişaf etməsinə şərait yaradacaq. Sağlamlıq baxımından bugün fiziki fəaliyyətə daha çox vaxt ayırmaq faydalı olacaq. Enerjiniz yüksək olacaq, amma stressdən uzaq qalmaq üçün rahatlama üsullarını da sınamaq vacibdir. Həmçinin sağlam qidalanmaya diqqət etməli və bədəninizə yaxşı qulluq etməlisiniz. Sosial həyatda yeni insanlarla tanışlıq və maraqlı müzakirələr sizi gözləyir. Bugün sosial çevrənizdəki insanlarla daha sıx əlaqələr qurmaq və yeni imkanlar yaratmaq mümkündür. Səbirli və diqqətli yanaşmalarla bu əlaqələri möhkəmləndirmək faydalı olacaq. Ümumilikdə 1 aprel 2025-ci il Dolça bürcü üçün inkişaf və yeniliklərə doğru atılacaq müsbət addımlar üçün əlverişli bir gündür. Yeni ideyalar və yaradıcı yanaşmalarla irəliləyiş əldə edəcəksiniz. Balıq bürcü 1 aprel 2025-ci il Balıq bürcünün proqnozu. Bugün Balıq bürcünün nümayəndələri üçün intuitiv və duyğusal bir gündür. Hissləriniz ön planda olacaq və həyatınızdakı bəzi məsələlərə dair dərin düşüncələrə qapılmaq mümkündür. Özünüzü yaxşı hiss etmək və daxili harmoniya tapmaq üçün bir qədər yalnız qalmaq istəyə bilərsiniz. İş həyatında bugün daha çox təmkinli yanaşmalar sərf etməyiniz lazım olacaq. Qərar verməkdə çətinliklər yaşaya bilərsiniz, amma yaxınlarınızdakı insanlardan dəstək almaq sizə kömək edəcək. Əgər hər hansı bir layihə və ya vəzifə ilə bağlı narahatlıq hissi keçirdiyiniz halda, özünüzə və komanda yoldaşlarınıza güvənmək vacibdir. Gözlənilməz hadisələr qarşısında sakit qalmaq və vəziyyətə uyğun yanaşmalar tətbiq etmək faydalı olacaq.
Münasibətlərdə sevgi və dostluq sahəsində səmimi və dürüst ünsiyyət üstünlük təşkil edəcək. Əgər romantik münasibətlərdə bəzi narahatlıqlarınız varsa, bunları açıqca müzakirə etmək əhvalınızı yaxşılaşdıracaq. Eyni zamanda dostlar və ailə ilə əlaqələrdə daha çox dəstək və anlayış tapacaqsınız. Sağlamlıq baxımından fiziki və emosional rahatlığa ehtiyacınız olacaq. Bir qədər istirahət etmək, meditasiya və ya sakitləşdirici fəaliyyətlərlə vaxt keçirmək yaxşı olacaq. Həmçinin su ilə bağlı hər hansı bir fəaliyyət, üzgüçülük və ya rahatlatıcı bir vanna sizi yaxşı hiss etdirə bilər. Sosial həyatda bugün daha çox şəxsi düşüncələrə və hisslərə fokuslanmaq istəyəcəksiniz. Bununla belə, ətrafınızdakı insanlarla əlaqələrinizdə empati və anlayış ön plana çıxacaq. Onlarla səmimi söhbətlər aparmaq sizə məmnunluq gətirəcək. Ümumilikdə 1 aprel 2025-ci il Balıq bürcü üçün bir qədər introspektiv və duyğusal bir gündür. Hisslərinizə diqqət yetirin, amma qərar verərkən ağıllı və soyuqqanlı yanaşmalar da tətbiq etməyə çalışın. Qoç bürcü 1 aprel 2025-ci il Qoç bürcünün proqnozu. Bugün Qoç bürcünün nümayəndələri üçün enerjili və təşəbbüskar bir gündür. Hisslərinizin və intuisiya gücünüzün ön planda olduğu bir zaman yaşayacaqsınız. Yaradıcı düşüncələr və yeni ideyalar sizi daha da irəliləyəcək. Günün başlanğıcında özünüzə qarşı daha böyük tələblər qoymağınız mümkündür, amma unutmayın ki, həddindən artıq tələskənlik sizi yora bilər. İş həyatından bugün qarşınıza yeni imkanlar çıxacaq və bəzi mühüm qərarlar vermək üçün yaxşı bir zaman olacaq. Yaradıcı yanaşmalar və risklərə açıq olmaq sizə uğur gətirəcək. Amma komanda ilə işləyərkən qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq çox əhəmiyyətlidir. Fərdi təşəbbüslərinizə fokuslanmaq və bugün planlı addımlar atmaq sizi daha irəliləyə doğru aparacaq. Münasibətlərdə yaxınlarınızla açıq və dürüst ünsiyyət qurmaq vacibdir. Bugün romantik əlaqələrdə ehtiyatlı olmağınız faydalı olacaq. Əgər yeni bir münasibətə başlamağı düşünürsünüzsə, qarşınızdakı insanı daha yaxşı tanımağa vaxt ayırın. Dostlarınız və ailənizlə əlaqələrinizdə qarşılıqlı dəstək və anlayış ön planda olacaq. Sağlamlıq baxımından fiziki fəaliyyətə vaxt ayırmaq və enerjinizi düzgün istiqamətləndirmək önəmlidir. Günün sonunda rahatlamağa və stressdən uzaq qalmağa diqqət yetirin. Aktiv olmaq, lakin eyni zamanda bədəninizin dinlənilməsinə də imkan vermək faydalıdır. Sosial həyatda bugün yeni tanışlıqlar və maraqlı görüşlər sizi gözləyir. Ancaq insanlarla münasibətlərdə səbirli və diqqətli yanaşmalarla uğurlu əlaqələr qurmağınız vacib olacaq. Ətrafınızdakı insanlarla güclü bağlar qurmaq üçün açıq fikirli və səmimi olun. Ümumilikdə 1 aprel 2025-ci il Qoç bürcü üçün yeni imkanlar və böyük hədəflərə doğru irəliləmək üçün yaxşı bir gündür. Enerjinizi düzgün istiqamətləndirmək və qətiyyətli olmaq sizi müsbət nəticələrə aparacaq. Boğa bürcü 1 aprel 2025-ci il Boğa bürcünün proqnozu. Bugün Boğa bürcünün nümayəndələri üçün həm emosional, həm də praktik baxımdan vacib bir gündür. Hissləriniz güclənəcək, amma eyni zamanda məntiqli düşünməyə və diqqətli addımlar atmağa üstünlük verəcəksiniz. Həyatınızdakı bəzi məsələlərdə daha dərin düşünmək və qərarları təmkinlə vermək vacibdir. İş həyatında Boğa bürcünü daha çox stabilik və davamlılıq arzusu bürüyəcək. Uzun müddətli hədəflərinizə fokuslanmaq və zamanla irəliləmək sizə daha çox fayda gətirəcək. Yeni layihələr və ya mövcud işlərinizdə təkmilləşdirmələr aparmaq üçün yaxşı bir gündür. Amma unutmamalısınız ki, təmkinli və planlı hərəkət etmək uğur gətirəcək. Münasibətlərdə, romantik və şəxsi əlaqələrdə daha çox empatiya və anlayış ön plana çıxacaq. Bugün yaxınlarınızla səmimi və dərin danışmalar edə bilərsiniz. Hisslərinizi daha açıq şəkildə ifadə etmək və qarşı tərəfin ehtiyaclarına diqqət yetirmək əlaqələrinizin güclənməsinə kömək edəcək. Əgər tək qalırsınızsa, özünüzə daha çox vaxt ayırmaq və daxili dünyanızı kəşf etmək faydalı olacaq. Sağlamlıq baxımından bugün fiziki və emosional balansınızı qorumağa diqqət etməlisiniz. Yaxşı bir istirahət və stressdən uzaq qalmaq üçün rahatlama üsullarını tətbiq etmək əhəmiyyətlidir. Əgər hər hansı bir fiziki narahatlığınız varsa, onu vaxtında həll etməyə çalışın.
Sosial həyatda bugün yeni tanışlıqlar və maraqlı müzakirələr mümkün olacaq. Amma insanlarla münasibətlərdə daha çox səbirli və diqqətli yanaşmalar sərf etməyiniz vacibdir. Təmasda olduğunuz insanlarla əlaqələri möhkəmləndirmək üçün açıq fikirli olmaq və qarşılıqlı anlayış göstərmək faydalıdır. Ümumilikdə 1 aprel 2025-ci il Boğa bürcü üçün sabitlik və uzun müddətli məqsədlərə doğru irəliləmək üçün yaxşı bir gündür. Təmkinli və diqqətli yanaşmalarla uğurlu nəticələr əldə edə bilərsiniz. Əkizlər bürcü 1 aprel 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün Əkizlər bürcünün nümayəndələri üçün maraqlı və dinamik bir gündür. Ətrafınızdakı dünyaya daha çox maraq göstərəcək və yeni məlumatlar əldə etmək istəyəcəksiniz. Gündəm çox sürətli inkişaf edəcək, amma buna baxmayaraq məntiqli və balanslı bir yanaşma ilə hər şeyin öhdəsindən gələ bilərsiniz. İş həyatında kreativ düşüncələr və yeni fikirlər ön plana çıxacaq. Yeni layihələrə başlamaq və ya mövcud işləri daha da inkişaf etdirmək üçün müsbət bir gündür. Amma diqqətli olun, çoxsaylı vəzifələr arasında balans yaratmaqda çətinlik yaşaya bilərsiniz. Prioritetlərinizə fokuslanın və tələsik qərarlardan qaçın. Münasibətlərdə ünsiyyət bacarıqlarınız ön plana çıxacaq. Yaxınlarınızla daha çox vaxt keçirmək, dərin söhbətlər aparmaq və onlara dəstək olmaq sizə müsbət təsir edəcək. Romantik münasibətlərdə isə səmimi və açıq olmaq əhəmiyyətlidir. Qarşı tərəfin duyğularını daha yaxşı anlamaq və uyğun şəkildə reaksiya vermək münasibətlərin daha sağlam inkişafına səbəb olacaq. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq, amma diqqətli olun ki, çox fəaliyyətə dalaraq özünüzü yorğun hiss etməyəsiniz. Aktiv olun, lakin bədəninizi dinləyin və istirahətə də vaxt ayırın. Duyğusal stressdən uzaq qalmaq üçün rahatlama üsullarını sınamağınız faydalı olacaq. Sosial həyatda yeni tanışlıqlar və maraqlı görüşlər sizi gözləyir. İnsanlarla açıq və təbii ünsiyyət qurmaq bugün sizin üçün müsbət nəticələr verəcək. Amma çox insan arasında özünüzü yaxşı hiss etmək və diqqətinizi yayındırmamaq üçün müəyyən sərhədləri qorumağa çalışın. Ümumilikdə 1 aprel 2025-ci il Əkizlər bürcü üçün enerji və yaradıcılıqla dolu bir gündür. Hər şeyə çevik yanaşmaq, lakin diqqətli və balanslı qərarlar qəbul etmək sizə uğur gətirəcək. Xərçəng bürcü 1 aprel 2025-ci il Xərçəng bürcünün proqnozu. Bugün Xərçəng bürcünün nümayəndələri üçün duyğusal və intuisiya gücünün yüksək olduğu bir gündür. Hissləriniz çox qüvvətli olacaq və qərar verməkdə bəzən emosional yanaşmalar ön planda ola bilər. Lakin məntiqli düşünməyi unutmayın və hər bir vəziyyəti təmkinlə dəyərləndirin. İş həyatında bugün əməkdaşlıq və komanda işi sizə uğur gətirəcək. Digər insanlarla birgə işləyərək daha böyük nəticələr əldə edə bilərsiniz. Yaxın zamanlarda işinizlə bağlı bəzi məsələləri təhlil etmək və gələcək planlarınızı qurmaq üçün yaxşı bir fürsət yaranacaq. Həmçinin diqqətinizin dağılmaması üçün prioritetlərinizə fokuslanın. Münasibətlərdə bugün yaxınlarınızla səmimi və dərin söhbətlər edə bilərsiniz. Ailə üzvləri və dostlarınızla daha çox vaxt keçirmək istəyəcəksiniz və qarşılıqlı dəstək önəmlidir. Romantik münasibətlərdə isə qarşınızdakı insana qarşı duyğusal olaraq yaxınlaşmaq istəyəcəksiniz, amma ehtiyatlı olun ki, aşırı duyğusal reaksiyalar verməyəsiniz. Əgər özünüzü qorumağa ehtiyac duyursanız, sərhədlərinizi yaxşı müəyyənləşdirin. Sağlamlıq baxımından bugün bədəninizi dinləmək və emosional rahatlıq tapmaq çox vacibdir. Fiziki fəaliyyətə vaxt ayırmaq, amma daha çox ruhsal sakitlik üçün rahatlama üsullarına müraciət etmək faydalı olacaq. Həmçinin stressdən uzaq durmağa çalışın və meditasiya kimi rahatlama metodlarına yönələ bilirsiniz. Sosial həyatda bugün daha çox daxili sükunət və emosional bağlar önə çıxacaq. Ətrafınızdakı insanlarla daha dərindən əlaqə qurmaq istəyəcəksiniz və bu münasibətlərdə səmimiyyət və anlayış önəmli olacaq. İnsanlarla əlaqələrdə diqqətli və anlayışlı olmaq sizə sosial mühitdə yaxşı nəticələr gətirəcək. Ümumilikdə 1 aprel 2025-ci il Xərçəng bürcü üçün duyğusal və empatik bir gündür. Hisslərinizin və intuisiya gücünüzün sizi düzgün istiqamətə yönləndirməsinə icazə verin, amma hər zaman məntiqli və təmkinli addımlar atmağa çalışın.
Şir bürcü. 1 aprel 2025-ci il Şir bürcünün proqnozu. Bugün Şir bürcünün nümayəndələri üçün enerjili və özünə inamlı bir gündür. Günün ilk saatlarında güclü və təsirli bir şəxsiyyətlə ətrafınızdakı insanları cəlb edəcəksiniz. Bu, həm işdə, həm də şəxsi həyatınızda yeni imkanlar yarada bilər. Yaratıcılığınız və liderlik bacarıqlarınız bugün parlayacaq. İş həyatından bugün önəmli qərarlar vermək və ya yeni layihələrə başlamaq üçün çox yaxşı bir vaxtdır. Risk almağa hazır olacaqsınız və bu, müsbət nəticələr verə bilər. Amma tələsik qərar verməməyə və hər şeyi diqqətlə düşünməyə çalışın. Yaxınlarınızla əməkdaşlıq edərək güclü komanda ruhu yaratmaq sizə böyük uğurlar gətirəcək. Münasibətlərdə, romantik həyatınızda və şəxsi əlaqələrinizdə daha çox diqqət və qayğı göstərməyiniz lazım olacaq. Şəxsi həyatınızdakı bəzi məsələlərdə açıq və dürüst ünsiyyət ön planda olacaq. Əgər sevgi həyatınızda bəzi problemlər yaşanırsa, bunları müzakirə edərək həll etmək daha yaxşı nəticələr verəcək. Sağlamlıq baxımından enerjiniz yüksək olsa da, bədəninizin ehtiyaclarına diqqət yetirmək vacibdir. Fiziki fəaliyyət və idmanla məşğul olmaq, həmçinin balanslı qidalanmaq yaxşı olar. Stresi idarə etmək üçün rahatlama üsullarını tətbiq etmək də vacibdir. Sosial həyatda diqqət mərkəzində olacağınız bir gündür. İnsanlarla əlaqə qurmaq, yeni tanışlıqlar yaratmaq və fikirlərinizi bölüşmək sizin üçün faydalı olacaq. Bugün liderlik bacarıqlarınızı nümayiş etdirmək və başqalarına ilham vermək mümkündür. Ümumilikdə 1 aprel 2025-ci il Şir bürcü üçün enerjili və yaradıcı bir gündür. Özünə inamınız və liderlik xüsusiyyətləriniz sizi məqsədlərinizə yaxınlaşdıracaq. Hər şeyə diqqətlə yanaşaraq uğur əldə edəcəksiniz. Qız bürcü. 1 aprel 2025-ci il Qız bürcünün proqnozu. Bugün Qız bürcünün nümayəndələri üçün detallar üzərində fokuslanmaq və qaydalarla hərəkət etmək ön planda olacaq. İş və şəxsi həyatınızda planlı və təşkilatlanmış bir yanaşma ilə uğur əldə edə bilərsiniz. Hisslərinizin və düşüncələrinizin qarışmadığı, daha çox məntiqli bir yanaşma tərzi sizə böyük üstünlük gətirəcək. İş həyatında məhsuldarlığınızı artırmaq və hədəflərinizə daha yaxınlaşmaq üçün bugün çox əlverişli bir vaxtdır. Mürəkkəb məsələləri təhlil edərək, təşkilatçılıq bacarıqlarınızı istifadə edərək uğur əldə edə bilərsiniz. Amma çox mükəmməllik axtarışında olmaq bəzi hallarda sizi yorub, işlərinizin yavaşlamasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün müsbət yanaşmalarla irəliləmək yaxşı olar. Münasibətlərdən bugün yaxınlarınızla daha səmimi və dürüst əlaqələr qurmağa çalışın. Əgər bir mübahisə və ya narahatlıq varsa, bunu sakit və aydın şəkildə həll etməyə çalışın. Romantik münasibətlərdə qarşınızdakı insana qarşı daha diqqətli və anlayışlı olmağınız əhəmiyyətlidir. Əgər partnerinizlə bəzi məsələlərdə razılaşmadığınız halda, hər iki tərəfi dinləyərək birgə həll yolları tapmağa çalışın. Sağlamlıq baxımından bugün özünüzə diqqət yetirmək və fiziki fəaliyyətə vaxt ayırmaq yaxşı olar. Yüngül idman və sağlam qidalanma sizə yaxşı təsir edəcək. Həmçinin stressi azaldacaq və bədəninizi rahatlaşdıracaq sadə məşqlər və istirahət üsulları da faydalı olacaq. Sosial həyatdan bugün daha çox şəxsi inkişafınıza və daxili dünya məsələlərinizə diqqət yetirəcəksiniz. Ancaq ətrafınızdakı insanlarla əlaqə qurarkən onların ehtiyaclarını da nəzərə alaraq səmimi və anlayışlı yanaşmalar sərf edin. Tanışlıqlarda və dostluq münasibətlərində diqqətli və təmkinli olmaq faydalıdır. Ümumilikdə 1 aprel 2025-ci il Qız bürcü üçün mükəmməl təşkilatçılıq, düşüncəli və diqqətli yanaşmalarla dolu bir gündür. Planlı və məqsədyönlü olmaq sizə yaxşı nəticələr əldə etməyə kömək edəcək. Tərəzi bürcü. 1 aprel 2025-ci il Tərəzi bürcünün proqnozu. Bugün Tərəzi bürcünün nümayəndələri üçün sosial əlaqələr və balans axtarışı ön planda olacaq. Hissləriniz və məntiqli düşüncələr arasında bir tarazlıq tapmaq istəyəcəksiniz. Ətrafınızdakı insanlarla əlaqələrinizdə empati və harmoniya yaratmaq sizin üçün vacib olacaq. İş həyatından bugün qarşılıqlı anlaşma və əməkdaşlıq çox önəmli olacaq. Komanda işi və birgə fəaliyyətlə müsbət nəticələr əldə etmək mümkündür.
Yaradıcı yanaşmalarınız və diplomatik bacarıqlarınız sizi düzgün istiqamətə yönləndirəcək. Lakin diqqət yetirmək lazımdır ki, bəzən başqalarının fikirlərinə çox önəm verə bilərsiniz, amma öz qərarlarınızı verməkdə də inamlı olun. Münasibətlərdə, romantik və şəxsi əlaqələrdə səmimiyyət və açıq ünsiyyət ön plana çıxacaq. Əgər bir münasibətdə çətinliklər yaşanırsa, bunları dinc şəkildə həll etmək üçün yaxşı bir gündür. Hisslərinizi ifadə edərkən qarşı tərəfin də hisslərinə diqqət yetirin. Bugün qarşılıqlı anlaşma və həssaslıq sizi əlaqələrinizdə daha da yaxınlaşdıracaq. Sağlamlıq baxımından bədəninizə və zehni sağlamlığınıza diqqət yetirmək lazımdır. Fiziki fəaliyyət və stressi azaltmaq üçün rahatlama metodları, meditasiya, nəfəs məşqləri faydalı ola bilər. Həmçinin balanslı qidalanmaq və yaxşı istirahət etmək də enerjinizi artıracaq. Sosial həyatda bugün yeni tanışlıqlar və maraqlı əlaqələr qurmaq üçün əlverişli bir gündür. İnsanlarla münasibətlərinizdə açıq fikirli və anlayışlı olmaq sizə müsbət nəticələr verəcək. Sosial şəbəkələrdə və gündəlik həyatda qarşılaşdığınız insanlarla səmimi əlaqələr qurmağa çalışın. Ümumilikdə 1 aprel 2025-ci il tərəzi bürcü üçün harmoniya və balans axtarışı ilə keçəcək bir gündür. Ətrafınızdakı insanlarla əlaqələrinizə xüsusi diqqət yetirmək, səmimi və empatik yanaşmalarla uğur qazanmağınıza kömək edəcək. Əqrəb bürcü 1 aprel 2025-ci il Əqrəb bürcünün proqnozu. Bugün Əqrəb bürcünün nümayəndələri üçün güclü emosional dalğalanmalar və dərin düşüncələr gündəmi təşkil edəcək. Hisslərinizin təmkinlə idarə olunması vacib olacaq, çünki çox emosional reaksiyalar vermək bəzi münaqişələrə səbəb ola bilər. Daxili gücünüzdən istifadə edərək qarşılaşacağınız çətinliklərə qarşı daha möhkəm duracaqsınız. İş həyatından bugün fokuslanma və diqqət tələb edən işlər önə çıxacaq. Yeni layihələrə başlamaq və ya mövcud işləri irəlilətmək üçün müsbət bir gündür. Lakin işlərinizin daha da yaxşılaşması üçün detallara diqqət yetirmək və başqalarının fikirlərini dinləmək əhəmiyyətlidir. Qərarları tələsik verməmək və hər şeyi yaxşı təhlil edərək irəliləmək faydalı olacaq. Münasibətlərdən bugün yaxınlarınıza qarşı daha çox anlayış və diqqət göstərmək vacibdir. Romantik münasibətlərdə tərəfdaşınıza qarşı açıq və dürüst olmaq sizə həm daxili rahatlıq gətirəcək, həm də əlaqənizi gücləndirəcək. Əgər münasibətlərdə gərginlik varsa, onları sakit və nəzakətli bir şəkildə müzakirə etmək ən yaxşı seçim olacaq. Bugün gizli və ya unudulmuş məsələlər üzə çıxa bilər, buna görə də açıq danışmaq faydalı olacaq. Sağlamlıq baxımından bugün bədən və zehni rahatlıq arasında balans yaratmaq lazımdır. Stressdən uzaq durmağa və bədəninizə daha çox diqqət yetirməyə çalışın. Fiziki fəaliyyət və meditasiya kimi rahatlama üsulları sizə faydalı olacaq. Günün sonunda isə istirahətə daha çox zaman ayırın. Sosial həyatdan bugün daha çox özünüzə və yaxınlarınıza fokuslanmaq istəyəcəksiniz. İnsanlarla münasibətlərdə daha dərindən əlaqələr qurmaq istəyirsinizsə, empati və anlayışlı yanaşmalar tətbiq edin. Bu, həm də yeni tanışlıqlara və faydalı əlaqələrə yol aça bilər. Ümumilikdə 1 aprel 2025-ci il Əqrəb bürcü üçün introspektiv və emosional baxımdan güclü bir gündür. Hisslərinizin və düşüncələrinizin balansını qorumaq həm iş, həm də şəxsi həyatda uğur qazanmanıza kömək edəcək. Oxatan bürcü 1 aprel 2025-ci il Oxatan bürcünün proqnozu. Bugün Oxatan bürcünün nümayəndələri üçün yenilik və dəyişikliklərlə dolu bir gündür. Enerjiniz yüksək olacaq və qarşınıza çıxan yeni imkanları dəyərləndirmək üçün böyük bir həvəs duyacaqsınız. Gündəlik həyatda daha çox sərbəstlik və müstəqillik axtaracaq, planlarınıza yeniliklər əlavə etmək istəyəcəksiniz. İş həyatından bugün yeni ideyalar və kreativ yanaşmalar sizə irəliləmək imkanı verəcək. Təşəbbüskar və risk almağa hazır olduğunuz üçün yaxşı bir liderlik və ya rəhbərlik mövqeyində irəliləmək mümkündür. Lakin çox tələskənlikdən qaçınmaq vacibdir. Qısa müddətli uğurlar əldə etmək yaxşı olsa da, uzun müddətli məqsədlərinizə fokuslanmağa davam edin. Münasibətlərdə, sosial əlaqələrinizdə daha çox açıq fikirli və sərbəst olacaqsınız. Bugün yeni tanışlıqlar qurmaq, maraqlı və dərin müzakirələr aparmaq üçün əlverişli bir gündür.
Romantik münasibətlərdə isə tərəfdaşınızla sərbəstlik və anlayışa əsaslanaraq daha yaxın əlaqə qura bilərsiniz. Lakin qarşı tərəfi daha yaxından tanımaq və onların hisslərini daha yaxşı anlamağa çalışmaq faydalı olacaq. Sağlamlıq baxımından bugün fiziki və zehni balansınıza diqqət yetirmək vacibdir. Aktiv olmaq və idmanla məşğul olmaq enerjinizi artıracaq, amma həm də istirahətə zaman ayırmaq və stressdən uzaq qalmaq əhəmiyyətlidir. Təbiətdə vaxt keçirmək və ya açıq havada gəzintilər sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək. Sosial həyatda yeni perspektivlər və fikir mübadiləsi etmək sizi daha da inkişaf etdirəcək. Ətrafınızdakı insanlarla dostca və mehriban əlaqələr qurmaq sizə həm şəxsi, həm də peşəkar həyatınızda fayda gətirəcək. Səmimi və açıq olmağa çalışın. Ümumilikdə 1 aprel 2025-ci il Oxatan bürcü üçün yeni imkanlar və cəsarətli addımlar atmaq üçün yaxşı bir gündür. Yaradıcı və açıq fikirli yanaşmalarla gündəlik məsələləri həll edərək müsbət nəticələr əldə edə bilərsiniz.